Salam, bu mənim ilk YouTube vlogumdur. İndi hal-hazırda bir yerdən başlamaya çalışıram. Görək nə olacaq. Çox qəşəng dondurmalar var. Baskin Robbins dondurmaları. Heç sınamamışam doğrusu, maraqlıdır. Məncə burada belə hazır buzlar var. Mən düşünürəm ki, zamanla bu hazır buzlar Bakıya da gələcəyini hiss edirəm. Burada var məsələn üçün mango. İlk dəfə manqonu meyvə olaraq o dəfə sınadım, aldım. Çox qəribə dadı var idi. Belə kavçuk olsam. Bəlkə mən yaxşı olmayanı sınamışam. İndi gedirəm, hazırlaşım. Uzun çıxam gəzim. Artıq bura gəldiyimin ikinci günüdür. Görüm nə edirəm. Görüm hara gedirəm. Saçlarımı qəşəngliyinəcə qaytaxdırmışam. Prosta saçlarımın özü qıvırcıq qaynağıdır. Birazdan qəşəng belə fenlə vurulmuş olsam görünür. Xoşuma gəldi ama. 13 minutə. Mən getdim hazırlaşmağa. Görürsən dadı necədir? Tatlı olur. Ümidvaram. Artıq mən hazır gedirəm indi Miracle. İndi hal-hazırda Miracle Garden'a gəlmişəm. Mənə baxın. Çox qəşəng gəldi. Gəl. Mən bacım. Bizi canıma yazmışsın. Mən də güləm. Mən də düşəyəm. Qəşəng gəldi. Ay, burası çox gözəl. Bu arada bu mənim ilk YouTube videomdur. Ümidvaram tutar. Yaxşı kontentlər çəkərəm. Əslində ağlımda bir çox fikirlər var. Yaxşı kontent fikirləri var. Onları inşallah əgər dəstək görsəm sizdən paylaşacağım. Ay, bunlara baxın, necə gözəldir. O kadar qəşəngdir bura. Bura Şirine'nin evidir. Deyəsən, Şirine. Çox qəşəngdir. Mən çiçəkləri çox sevirəm. Səhv etmirəmsə olar. Burada səhv etmirəmsə 250 milyon bitki növü var. Gargamel. Baxın, burada Şirine. İndi hal-hazırda gedirik Cəzənin Burak. Orada yemək yiyəcəm. Çalışacağım qədər çəkəcəm. He's so cute. Süper step. Abla. İndi hal-hazırda Dubai Mall'a gəlmişəm. Alışverişlər edəcəm və aldıqlarımı da yavaş-yavaş reels şəklində və burada ara-sıra paylaşacağım. İndi hal-hazırda Dubai'dayam və sonuncu günümdür. Təəssüf ki, keş burada yaşasam. Keşke burada evim olsa. Keşke dünyanın en varlı kadını olsam. Thank you. Cash. Belki çok zevkli de.
bağlamalıyam. Təcili varlanmalıyam. Asanlıqlar, sağlıqlar, rahatlıqlar falan. Gezməli olduğum, görməli olduğum, tanışmalı olduğum bir çox ölkə var daha doğrusu. Hələ ki ilk başlanğıcım bu yaşımda bu ölkə oldu və buna görə xoşbəxtəm. İnşallah geçən yıllarımı qazanacağım və gözəl həyat yaşayacağım. Yaşayıram və hərdən də yaşayacağım. Çok geçen gördülər. Baxın. Çərpəklərə baxın. Deyəsən mən aşıq oldum. Çox gözəldir bu. Ben çok beğendim bakın. Ben ömrümde ilk defa böyle bir şey sanıyorum. Düşünürüm ki çok geçen görünür. Böyle qəribə görünür indi buradan. Ama böyle normalde çok güzeldi. Bu kadar müddətli gəlmişəm. Demək olar ki ikinci dəfə gəlişimdir və bura gələndən bəri bu xəlifaya ilk görüşümdür bu kadar yaxından. Aslında çok yaşın böyle, çok elit görünür. Doğrusunu desem ben buraya gələndə ilk dəfə çok beğenmemiştim buranın vibe'ını. İkinci dəfə gələndə artıq sevməyə başlamışam. Düşünürəm ki ben yine gələrəm bura. Çünkü gezmediğim hələ çok yer var. Abu Dhabi'ye getmək istəyirəm. Orada SeaWorld var. Oranı gezmək istəyirəm. Gezecek çok yer var, gezecek çok ülke var, çok şehir var, çok yeni yerler var. Ve təəssüf ki, bunu mən hələ ki indi 23 yaşındayım. Doğrusu deyə bilərsiniz ki 23 yaş nədir ki? Düzdür. Ama mən yenə də istəyərdim ki daha tez başlayayım. Ama neyse, şükür eləyək. Başlayaq. Getdik. Ne olacaq? Buraya gelenden beri ancak saçlarım belə kıvırcıq olduğu üçün indi istəyirəm ki düzbəli düzəltdirim. Lakin yazıldım burada salona. İndi görün buradaki ustalar necə? Gəlin. Salonda işim bitti. Hazırda saçlarım belə görünür. Demək olar ki 8 gündən sonra ilk dəfə saçlarımı belə qəşəng düzləşdirmişəm. Neyse. Hal-hazırda saçlarım gözəldir deyə əhvalım da yaxşıdır. İndi isə gedirəm gəzmək üçün hazırlaşmağa. Bugün mənim artıq burada sonuncu günümdür. Sabah 8:15'də uçuşum var. Artıq mən gedirəm Bakıya. Dubayda qaldığım 9-cu günüm ya da 8-ci günüm olmalıdır. Artıq qayıdıram. Çox gözəl bir həftə, 2 gün falan keçirdim. Amma bol-bol gəzdim mi? Demək ki, olar ki, yox. Amma bu demək deyil ki, bir də gəlməyəcəm. Gələcəm. Ən gözəl şəkildə, ən gözəl halımla, ən gözəl doğru zamanda gələcəm.